ABŞ siyasi səhnəsində bu dəfə partlayan bomba nə Rusiyadır, nə də Çin. Bu dəfə savaş Trumpla Mask arasında başlayıb. Səbəb isə Birləşmiş Ştatlar prezidentinin təklif etdiyi büdcə layihəsidir. Mübahisə impeachment və Epstein dosyasının gündəmə gəlməsi, eləcə də Tesla'nın bir gecədə 152 milyard dollar itirməsi ilə nəticələndi. Əvvəllər bir-birinə ağıllı oğlan, dahi iş adamı deyən bu iki şəxs indi qarşılıqlı təhqirlərdən belə çəkinmir. Trump Maskın subsidiyalarını ləğv edəcəyik deyir. Mask isə Trump Epstein sənədlərində var, impeachmentini tələb edirəm cavabını verir. Bəs Jeffrey Epstein, o məşhur seks cinayətkarı ilə Trumpı nə birləşdirir? Mask deyir ki, Trump administrasiyası Epstein sənədlərini ona görə gizlədir ki, burada onun da adı hallanır. Bu söz savaşından dərhal sonra Tesla səhmləri 152 milyard dollar itirdi. 22 milyard dollarlıq sazişlər isə risk altına düşdü. Bəli, Trumpın bir cümləsi bazarın silkələnməsi üçün yetərli oldu. SpaceX hələlik səssizdir, amma X platforması partlayır sanki 3-cü Dünya müharibəsinin sınaq meydanıdır. Trump bir qədər də irəli gedərək oval kabinetdə qonağının yanında Maskın göyərmiş gözünü ələ salıb makiyaj təklif edib. Mask isə Trumpın seçkidəki qələbəsində rolunu xatırladır, onu nankorluqda ittiham edir. Sonda isə Epstein sənədləri ilə bağlı bombanı partladır. Jeffrey Epstein adı sadəcə cinayət tarixçəsində qalmadı. Onun sənədləri, təyyarə uçuş jurnalları, qonaq siyahıları, maliyyə qeydləri indi ABŞ siyasətinin ən təhlükəli faylları kimi qiymətləndirilir. FTB bu sənədlərin bəzilərini açıq elan etsə də, əksəriyyəti hələ də möhür altındadır. Konspirasiya nəzəriyyəçilərinə görə bu qovluqlarda çox böyük adlar var. Mask iddia edir ki, Trumpın adı da buradadır, amma sübut təqdim olunmayıb. Trump isə deyir ki, Epsteinlə münasibətlərim illər əvvəl bitib, onu Mar-a-Lagodan qovmuşam. Statın sonu. Bəs Epstein kim idi və nə ilə ittiham olunurdu? Epstein az yaşlı qızların cinsi istismarı və alverində ittiham edilən milyarder idi. 2008-ci ildə o, fahişəliyə cəlb etmə və fahişə xidmətindən istifadə ittihamlarını qəbul edib və bu cinayətlərə görə məhkum olunub. 2019-cu ildə ona qarşı az yaşlıların cinsi istismarı və insan alveri ittihamları irəli sürülüb. Lakin məhkəmə başlamamışdan əvvəl həbsxanada özünə qəsd edib. Onun yaxın tərəfdaşı, Oxford təhsilli Ghislaine Maxwell isə hazırda 20 il həbs cəzası çəkir. O, müdafiəsiz vəziyyətdə olan gənc qızları cinsi istismara məruz qoymaqda Epsteinə kömək etdiyi üçün mühakimə olunub. Epstein və Maxwell çox sayda məşhur insanla, siyasətçilər, şou biznes ulduzları, alimlərlə yaxın əlaqədə olublar. İddialara görə Epstein bəzi tanınmış şəxslərə gənc qızları təqdim edib və onların cinsi fəaliyyətlərini sənədləşdirərək şantaj məqsədi ilə arxivləşdirib. Epstein cinayətlərinin çoxu Amerika Birləşmiş Ştatlarının Virgin adalarındakı onun şəxsi adasında Little Jamesdə baş verib. O, bu adaya şəxsi təyyarəsi ilə gedib gəlib. Nəticə etibarilə bu mübahisə sadəcə siyasi deyil, həm də şəxsi maraqlara əsaslanır. Büdcə qanunu, vergi subsidiyası, SpaceX razılaşmaları, hamısı bu dramatik ssenarinin fonunda dəyişə bilər. Maskın Trumpı tərk etməsi isə elə bil elektrikli avtomobilin mühərrikindən batareyanı çıxarmaq kimidir. İndi Trumpın maşını hara qədər gedəcək, bax bunu zaman göstərəcək.